Elə bir kitab təsəvvür edin ki, bəziləri onu strategiya şah əsəri, digərləri isə açığı amansız bir manipulyasiya təlimatı adlandırır. Bugün biz güc, hiylə və insan təbiətinin o biraz qaranlıq tərəflərini araşdıran bu mübahisəli dünyaya baş vururuq. Söhbət, əlbəttə ki, Robert Greene'in bütün dünyada həm böyük səs-küy yaradan, həm də çox tənqid olunan Hakimiyyətin 48 qanunu kitabından gedir. Bu kitab bizə deyir ki, hakimiyyət oyunlarının qaydaları əslində qədimdən bugünə heç dəyişməyib. İndi bir anlıq dayanıb düşünək. Sizin iş yeriniz, dost çevrəniz, bəlkə də hətta ailəniz əslində müasir dövrün bir kral sarayı ola bilərmi? Bax, bu sual kitabın əsas ideyasını anlamaq üçün bir növ açardı. Yaxşı, bəs Green dünyanı niyə məhz belə bir saraya bənzədir? Gəlin elə bu müasir kral sarayının dərinliklərinə enək, görək pərdə arxasında nələr baş verir. Deməli, Greene'in əsas iddiası budur. Biz sivil, demokratik və ədalətli görünən bir dünyada yaşayırıq, elə deyilmi? Amma pərdəni qaldıranda, əslində qədim dövrlərin o amansız kral saraylarındakı güc mübarizəsinin eynisi davam edir. Yəni, qaydalar dəyişməyib, sadəcə üzərinə daha mədəni bir maska taxılıb. Və bu sarayda biz hamımız, istəsək də, istəməsək də bir saray əyanı rolunu oynamalıyıq. Kitaba görə uğurlu əyan kimdir? Zahirən çox elegant, çox mədəni görünür, amma arxa planda rəqiblərini zərərsizləşdirmək üçün hiləgər və strateji düşüncəli olmalıdır. Kitabın bütün fəlsəfəsini məncə ən yaxşı Machiavelli'nin bu sözləri ifadə edir. Yəni, Greene'ə görə ətrafdakıların hamısının vicdanla təmiz oynayacağını gözləmək sadəcə sadəlöflükdür. Bax, oyunun amansız reallığı budur. İndi isə gəlin hakimiyyətin birinci və ən vacib sütununa baxaq. İmic və təbii ki, insanların sizin necə qavradığını idarə etmək. Unutmayın, güc çox vaxt bir görünüş oyunudur. Kitabın lap birinci qanunu, bəlkə də ən vacibi, belə səslənir. Heç vaxt ağanızdan, yəni rəhbərinizdən üstün görünməyin. Arxasındakı psixologiya çox sadədir əslində. İnsanlar, xüsusilə də rəhbərlər, öz egolarına qarşı inanılmaz həssasdırlar. Onları öz qabiliyyətinizlə qorxutmaq ya da kölgədə qoymaq, bu birbaşa paxıllıq və güvənsizlik toxumları əkərək özünüzə gizli bir düşmən yaratmaq deməkdir. Bu qanun çox gözəl bir metaforla izah edilir. Təsəvvür edin, göydə saysız-hesabsız, parlaq ulduz ola bilər, amma bütün sistemi işıqlandıran yalnız bir günəş var. Sizdən istənən o günəşin işığını əsla əngəlləməməkdir. Əksinə, onun daha da parlaq görünməsinə kömək edin. Belə etsəniz, siz də o işıqdan faydalanacaqsınız. 5-ci qanun isə deyir ki, sizin reputasiyanız ən dəyərli varlığınızdır. Reputasiya nədir? O bir növ sizin yerinizə danışır. Siz hələ otağa girmədən sizin haqqınızda təsəvvür yaradır. Kitabda General Rommel'in hekayəsi var. Deyilənə görə onun hiləgər reputasiyası o qədər güclüymüş ki, təkcə onun yaxınlaşması xəbəri ilə şəhərlər müqavimət göstərmədən təslim olurdu. Yəni o, hələ döyüşə başlamadan reputasiyası ilə qalib gəlirdi. 6-cı qanun, bu biraz ziddiyyətli səslənə bilər. Diqqət mərkəzində olun. Çünki hakimiyyət oyununda ən böyük təhlükə unudulmaq, gözdən itməkdir. İnsan psixologiyası belədir ki, görünməyən şey sanki yox kimidir. Odur ki, haqqınızda pis danışılması belə heç danışılmamasından qat-qat yaxşıdır. Yaxşı, indi keçək ikinci əsas mövzuya. Dolaylı yolların, incəliyin və strateji hərəkətlərin əhəmiyyətinə. Unutmayın, güc həmişə qışqıraraq nümayiş etdirilmir. Əsl güc çox vaxt səssiz olur. 3-cü qanun məsləhət görür ki, insanları qeyri-müəyyənlikdə saxlayın. Əgər insanlar sizin əsl məqsədinizin nə olduğunu bilmirsə, sizə qarşı necə müdafiə oluna bilərlər ki? Mümkün deyil. Onları çaşqınlıqda saxlayın, hətta diqqətlərini yayındırmaq üçün yalançı hədəflər göstərin ki, onlar tamamilə səhv istiqamətə baxsınlar. Bu qanunu təsvir etmək üçün o klassik qoyun dərisindəki canavar obrazını düşünün. Zərərsiz, hətta biraz sadəlöv bir görünüşün arxasında gizlənirsiniz və əsl niyyətlərinizi heç kimin ağlına belə gətirmədən həyata keçirirsiniz. 4-cü qanun isə susqunluğun gücünü vurğulayır. Fikir verin, nə qədər çox danışsanız, o qədər adi görünərsiniz və səhv bir şey demə ehtimalınız da bir o qədər artar. Az danışmaq isə sizə müəmmalı və dərin bir imic verir. Çünki insanlar sizin o boşluqları, o susqunluğu öz təxəyyülləri ilə doldurmağa başlayır və sizə əslində olduğunuzdan daha çox güc aid edirlər. Və 9-cu qanun.
Bu, həqiqətən də dahi bir taktikadır. Kitabda memar Christopher Wren haqqında bir hekayə var. Ondan layihəsinin təhlükəsizliyinə dair sübut tələb edəndə, o, saatlarla mübahisə etmək əvəzinə sadəcə olaraq tavanı əslində dəstəkləməyən, tamamilə dekorativ sütunlar tikir. Beləcə, fikrini səssizcə sübut edir. Bəli, hərəkətlər sözlərdən daha səsli ola bilir, çünki insanlar gördüklərinə eşitdiklərindən daha çox inanırlar. Bütün bu hiləgər strategiyaları, bu soyuqqanlı taktikaları nəzərdən keçirdikdən sonra adamın ağlına bir sual gəlir. Bu kitabın əsl məqsədi nədir? Bu, uğur qazanmaq üçün bir bələdçidir, yoxsa insan təbiətinin qaranlıq tərəflərinə qarşı bir xəbərdarlıq? Deməli, bu təhlildən çıxaracağımız əsas nəticələr bunlardır. Dünya bir şahmat taxtasıdır, görünüş reallığı formalaşdırır, dolaylı yollar çox vaxt birbaşa yollardan daha effektivdir və bəlkə də ən vacibi emosiyaları idarə etmək hər şeydir. Və sonda yenə o əsas suala qayıdırıq. Robert Greene'in Hakimiyyətin 48 qanunu vicdansız bir manipulyasiya üçün yazılmış təlimatdır, yoxsa yaşadığımız dünyanın amansız reallıqlarında özünü müdafiə etmək üçün zəruri bir bələdçidir? Cavab bəlkə də bu qanunların necə istifadə etməyinizdə gizlidir. Düşünməyə dəyər.